Doğum sancısı. Hər gedişin bir gəlişi var. Azərbaycan atalar sözü. Mərdan kişi böyük eyvana qoyulan masanın arxasında bir ayağını qucaqlayaraq digər ayağı üstündə taxta oturmuşdu. Gəlinin gətirdiyi çayı yudumlayırdı. Solmaz da taxtın digər qırağında oturub yaşıla qərq olmuş dağların arxasından yüksələn günəşin bulutları rəngdən rəngə salmasına baxırdı. Yüksələn günəşlə Solmazın üzü arasında sanki bir bağ vardı. Yüksələn günəşə baxan Solmazın üzündə özünün də xəbəri olmadan sakit bir gülümsəmə yaranmışdı. Birdən Solmazın üzündə əzalar şəklini dəyişdi. Qarnında kəskin bir sancı duydu. Sancının ağrısından Mərdan kişinin yanında olduğunu belə unutdu. Ağrıdan zarıdı. Əlində çay stəkanı tutan Mərdan kişi gəlininin zarıdığını eşidəndə sanki onu tok vurdu. Əli əsdi. Stəkanda yarıdan olan çay belə yerə töküldü. Ayağa qalxaraq Solmaza tərəf yaxınlaşdı. Qızım, nə olub? Solmaz qaynatasının da burada olduğunu indi xatırladı. Həyasından üzü qızardı. Hətta bir neçə anlığa sancı ağrısını belə unutdu. Başını aşağı saldı. Açıq olan saç üzünə töküldü. Sakit səslə dedi. Heç nə. Sustu. Mərdan kişi daha bir şey demədi. İstiqamətini dəyişib eyvanın pilləkənlər olan tərəfinə addımladı. Pilləkənlə aşağı indi. Xeyli aralıda olan tut ağacına doğru addımladı. Arxadan Solmazın səsi eşidildi. Tünzalə, ay Tünzalə, Tünzalə. Ağrıdan səsi qırıldı. Nə daz, ay Solmaz, nə olub? Qonşu gəlinin həyətlərindən səsi gəldi. Tez bəri keç. Tünzalə qonşuları İsrafil kişinin gəlini idi. O vaxtlar Mərdan kişi aradan hörük hördürərkən İsrafil kişi ilə belə qərara gəldilər ki, arada bir qapı da qoysunlar. Daha bir-birinə gəlmək üçün çöl darvazasından fırlanmasınlar. Tünzalə indi o qapıdan içəri keçdi. Pilləkənlərə doğru qaçdı. Mərdan kişini görəndə sürətini azaltdı. Amma dayanmadan dilləndi. Salam Mərdan dayı. Tünzalə cavab gözləmədən pilləkənlə yuxarıya qalxdı. Mərdan dayı heç onu eşitmədi də. Tut ağacına yaxınlaşıb kölgəsində əyləşdi. Bir neçə dəqiqə əvvəl eşitdiyi zarıltı onu əməllicə qorxutmuşdu. Deyəsən o bu zarıltının eynisini daha əvvəl də eşitmişdi axı. Mərdan kişi onda gənc idi. Sevdiyi Nazanla təzəcə evlənmişdi. Ömürlərinin gözəl, xoşbəxt çağları hələ qabaqda idi. Gözəl-gözəl planlar qururdular. Həyatla bağlı, gələcəklə bağlı. Amma deyirsən saydığını say gör fələkinə sayır. Doğrudan da fələk tamam başqa şeylər sayırmış. Doğrudan mı fələk başqa şeylər sayırdı? Yoxsa içləri qurtlarla dolu ermənilərmi? 1965-ci ildə ermənilər, quldur, bugünkü dillə desək terrorist Andronik'in adının əvvəlinə erməni xalqının qəhrəmanı sözünü yazdırmağa nail olmuşdular. Ermənilər Andronik'in anadan olmasının 100 illiyini və genosidin 50 illiyini qəbul etmək istəyirdilər. Azərbaycanlılarınsa dünyadan xəbəri yoxdur. Bir də baxdılar ki, ermənilər Mikoyan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutmuşdu. Bu həmin dövrlər idi ki, artıq millətindən asılı olmayaraq hamıya Sovet xalqı deyilirdi. Bu barədə atəşli nitqlər söylənilirdi. Hamımız qardaş imişik. Sovet İttifaqında hər xalq güya dünya millətlərinə humanist mövqedən yanaşırdı. Bunun təminatçısı isə Sovet İttifaqının özü idi. Bu uydurmalara Azərbaycan xalqı elə uymuşdu, elə inanmışdı ki, hətta gənc nəsil Türk sözünün xalqına aid olduğunu belə bilmirdi. Yaşlılarsa millətlərə humanist yanaşma sözlərinə elə inanmışdırlar ki, heç nə danışmırdılar. Nələrdən danışmırdılar? Keçmişdən, Azərbaycanlıların ermənilər tərəfindən necə qırılmasından, hayların bu torpaqlara necə gəlməsindən danışmırdılar. Əslində millətlərə humanist yanaşmaq metoduna görə bəlkə də Azərbaycanlılarla ermənilər iki əks qütb idi. Niyə? Çünki Mikoyan SSR Ali Soveti Riyasət Heyətinin sədri olandan hər şey başqalaşdı. Daha doğrusu gizlində görülənlər üzə çıxmağa başladı. Ermənilərə 1965-ci ildə erməni genosidinin 50 illiyini qeyd etmək üçün rəsmi qərarla icazə verildi.
Sözdə erməni xalqının qəhrəmanı Andranikin 100 illik yubileyinin rəsmi şəkildə qeyd olunmasına icazə verildi. Bəs Azərbaycanlıları qıran ermənilər barəsində bari bizim ziyalılar danışdımı? Danışdılarsa necə danışdılar? 1965-ci ildə Ermənistanın yenidən birləşdirilməsi komitəsi yaradıldı. Artıq köhnə İrəvan xanlığında Ermənistan yenidən birləşdirilməlidir sədaları eşidilirdi. Türklərə ölüm, qisas, Azərbaycanlıları qırmaq, Qarabağdan, Ermənistandan, Naxçıvandan Azərbaycanlıları qovmaq və torpaqları Ermənistana birləşdirmək sədalarını eşitmək adi hal olmuşdu. Ermənilər toplu halda nümayişlər edirdi, hər yandan Miyatsek, yəni birləşin sədaları eşidilirdi. Azərbaycanlılar küçəyə çıxa bilmirdi. Azərbaycanlı şagirdlər məktəbə getmirdi. Gedənlər döyülürdü. Sən türksən deyib qovulurdu. Azərbaycan xalqı hər yerdə hədələnirdi, təhqir olunurdu. Küçədə ermənilər və ordu bölükləri vardı. Hələ nə yaxşı ki, mühafizə üçün gəlmiş olan ordu rəhbərliyi indi Tatar adlandırdığımız türk xalqından olan Bakıda doğulmuş polkovnik Bayazev rəhbərlik edirdi. Təhlükəsizliyi təmin edən ordunun rəhbərliyində Bayazev yox, başqa millətdən biri olsa, Azərbaycanlıları 1988-də Rus ordusu necə qırğına verdisə, bunun ilki bəlkə də o zaman 1965-ci ildə olacaqdı. Ermənilər neçə birlik yaratmışdı o zaman. Milli Özünü İdarə Birliyi, Erməni Gəncləri İttifaqı, Ermənistan Milli İstiqlaliyyəti Partiyası və daha neçə başqa adlı birliklər, qurumlar. Hər yerdə türkə ölüm saçan plakatlar yapışdırılmışdı. Ermənilərə, onları birliyə, türk qırğınına çağıran bildirişlər, plakatlar paylanılırdı. Plakatlarda Azərbaycanlıların qovulması, Naxçıvanın, Qarabağın Ermənistana birləşdirilməsi şərtləri vardı. Bu hadisə o dövrü yaşayan Yerevan Azərbaycanlıların yaddaşlarında və Sovet İKP MK-sından gələn nümayəndələrin sonradan cırılıb atılan qeyd dəftərçələrində qaldı. Olan hadisələr Azərbaycan xalqına çatdırılmadı. Xalqımızı qəsdən yuxuya verdilər. Nəticədə xalqımız o illərin bəhrəsi olan acını 1988-ci ildə daddı. 1988-ci ildə Azərbaycan xalqının ermənilər tərəfindən sürgün edilməsi və Sovet və Rus Sovetlərinin buna göz yummasının səbəblərini 1965-ci ildə axtarmaq lazımdır. Daha doğrusu 1965-ci ildə, 1988-ci ildə erməni və rusların dünyaya gətirdiyi, doğduğu türk qırğını və sürgünlərinin ən böyük doğum sancısı kimi baxa bilərik və ya baxmalıyıq. Tut ağacının kölgəsində oturan Mərdan kişinin xəyalları 1965-ci illərə qanatlandı. Həyatda çəkdiyi xiffətin, həsrətin əvəzinə bütün sevgisini verdiyi Nazanı xatırladı. Nazanla o qədər oxşar cəhəti var idi ki, Nazan da Mərdan kimi ata tərəfdən yetimdir. Onun da atası davadan qayıtmamışdı. Nazanın atası Berlin yaxınlığında 1945-ci ilin dekabr ayında həlak olmuşdu. Nazanın atası qələbə gününü görə bilməmişdi. Nazan da Mərdan kimi qələbənin ləzzətini dada bilməmişdi. Çünki hər ikisinin anasına qara kağızın gəlməsi təxminən qələbə ilə üst-üstə düşmüşdü. Əslində, bütün Azərbaycanın taleyində belə oxşar hadisələr çox idi. Amma Mərdanla Nazanın ata itkisi isti ikən qələbə zəfərini eşitmişdilər. O yüzden də onlar zəfəri atalarının ölümünə oxşar şəkildə başa düşürdülər. Nazangilin kəndini də 1948-ci ildə köçürmüşdülər Muğana. Kəndin böyük əksəriyyəti Muğanın istisinə dözməmişdi. Əhlinin böyük əksəriyyəti qırılmışdı. Nazangil isə əvvəldən Muğana köçməmişdi. Anası ağlayaraq kənd sovetinə getmiş, demişdi ki, ərim davada həlak olmuş. Mənimsə bu kənddə qohumum filanım yoxdur. Mən bu kəndə başqa kənddən ərə gəlmişəm. Bari icazə verin qardaşımın yanına köçüm. Nazanın anasına kimsə məhəl qoymamışdı. Amma orada köçürməni həyata keçirən zabitin qadının göz yaşlarını görüb ürəyi ağrımışdı. Milliyyətcə Ukrayna yahudisi olan o zabit Nazangili dayısının yanına, yəni bizim kəndə, 2-ci Ulusoyluya köçməsini təşkil etmişdi. Ukrayna yahudisi
Nazanın anasına, Həcər xalıya zorla danışdığı Azərbaycan dilində utanaraq demişdi ki, bağışla, köçənlərə verilən 400 manatı sizə vermədilər. Həcər xala ağlayaraq demişdi ki, Allah səni saxlasın qardaş. Bu dövlətin ərimə, ərimin tək xatirəsi olan obasını əlimdən aldı. 400 manat hansı dərdimi sağaldasıdır. Həcər xala bunları deyib hönkürmüşdü. Həmin zabit də tez astadan deyib ki, sakit dur, nə edirsən? Elə demə, eşidən olar. Vətən xaini deyib sürərlər Sibirə. Həcər xala da sağ ol deyib düşmüş yola. Beləcə bütün kənd kimi onlar da bağlarını, bağatlarını, evlərini qoyaraq köçmüşlər. Amma hər kəsdən fərqli olaraq onlar Muğana yox, bizim kəndə gəlmişdilər. Bəlkə də həyatlarındakı bu oxşarlıq onları elə uşaq vaxtdan bir-birinə bağlamışdı. Sonra Mərdanla Nazan evləndi. Dilləri hələ də Yerevan deməyə yatmayan İrəvanda texnikuma daxil oldular. Onlar 1965-ci ildə texnikuma daxil olmuşdular. Sanki ermənilər də onları gözləyirmiş kimi aləmi qatmışlar bir-birinə. Hər yanda türkülərə ölüm deyə bağırırdılar. Mərdan kişi indi tut ağacının altında otursa da o günlərdə idi. Mərdan Nazanla üzbəüz oturmuşdu. İrəvanda, şəhərin kənarı sayılan yerdə kirələdikləri balaca bir otaqda oturub bir-birinə baxırdılar. Otağa gəc vurulmuşdu, boyası yoxdu. Bir küncdə kənddən gətirdikləri 2 dəst yorğan döşək yığılmışdı. Mərdan hələ bir masa, 2 stul da almışdı. Düzdür, Mərdan onları təmir edəsi olmuşdu. Amma indi onlar yemək yeməyə, əsası isə oturub oxumağa masa və stulları vardı. İndi də o stullarda oturub bir-birinin üzünə baxırdılar. Pəncərədən baharın ilıq nəfəsi azca da olsa duyulurdu. Günəş bulutların arxasından onlara göz qaş edirdi. Mərdan Nazanın üzünə elə baxırdı ki, elə bil arxeoloq yeni kəşf etdiyi, tapdığı abidiyə baxaraq öz əməlindən həzz alırdı. Nazan ayağa qalxıb pəncərəni açdı. Mərdanın oturduğu stulun arxasına keçdi. Arxadan Mərdanı qucaqlayaraq dedi: "Nə gözəl havadır. Lap Ulusoyun baharına oxşuyur." "Hə Nazlı, düz deyirsən." deyə Mərdan əllərini qaldıraraq Nazanın boynuna dolanan əllərini tutdu. "Nə olacaq? Mərdan, nə düşünürsən?" O olan qarşılıqlığı nəzərdə tuturdu. "Nə deyim, bilmirəm. Beynəlimçilikdən danışdığımız bir zamanda belələrinin xarici dövlətlər tərəfindən hazırlandığından başqa bir şey düşünə bilmirəm." Mərdan fikrini dəqiqləşdirdi. Elə bu vaxt küçədən gələn səs hər ikisini diksindirdi. "Miyatsek, Miyatsek!" Bağıran 7-8 erməni küçə ilə gedirdi. Birdən ermənilərdən biri irəli sıçrayaraq bağırdı: "Arxamca gəlin. Gedən türkdür. Cəld! Türkülərə ölüm! Türkülərə ölüm! Türkülərə ölüm!" Arxada qalan ermənilər də qaçaraq irəlidə qaçan erməninin səsinə hay verdilər. Küçənin tinindəki bir nəfəri dövrəyə aldılar. Ermənilərin üzük qaşı etdikləri adamın əlində bir çörək və qəhvəyi rəngdə kağız torba vardı. Ermənilərdən biri soruşdu: "Ara sən kimsən?" "Azərbaycanlı" deyə yan yörəsinə baxan oğlan cavab verdi. Nə edəcəyini bilmirdi. Kimsədən kömək gəlməyəcəyini bilirdi. Çünki küçədən hər kəsin bağırmasından bəlli idi ki, hamısı ermənidir. Ermənilərdən biri təpiklə oğlanın torba və çörək tutan əlindən vurdu. Çörək və torba oğlanın əlindən yerə düşdü. Torbanın yerə düşməsi ilə cırılması bir oldu. Qırılan yumurtalar yerə dağıldı. Oğlan gözünü çevirərək qırılmış yumurtalara zillədi. Yumurtalar da sanki ermənilər kimi oğlandan üz döndərmişdi. Salamat qalan bir yumurta da yoxdu. "Ara sən türksən?" "Mən türkəm." Təəccüblə oğlan ermənilərin üzünə baxdı və dedi: "Mən türk deyiləm, Azərbaycanlıyam." O, türk sözünün nə məna verdiyini düşündü. "Ara bizi lağa qoyursan, Azərbaycanlı da türkdür də. Türkülərə ölüm!" Digər ermənilər də bağırdı və oğlanı vurub yerə yıxdılar. Oğlan bayaq qırılıb dağılmış yumurtaların üstünə düşdü. Ermənilər oğlanı təpikləməyə başladı. Oğlan cavab vermirdi. Əslində heç elə bir imkanı da yoxdu. Birdən ermənilərdən biri söyməyə də başladı. "Ara sənin ananı!" Ermənilərin gülüşləri ilə söyüşləri bir-birinə qarışdı. Bayaqdan təpiklərə sakitcə baş əyan oğlan elə bil yaralı qurda döndü. Söyüşləri eşidib elə qışqırdı ki, hətta ermənilərin üzünə qorxu çökdü. Oğlan
bir erməninin ayağından tutub yerə yıxdı. Üstünə minib başladı yumruqlamağa. Oğlan ona dəyən zərbələrə fikir vermədən ilk söyüş söyən ermənini altına salıb yumruqlayırdı. Erməninin də sifəti oğlanınki kimi qan içində idi. Erməni elə hala qaldı ki, artıq ermənilər oğlanı vurmaqdan əl çəkib, oğlanı ermənidən ayırmaq istəyirdilər. Amma oğlan altındakı erməninin boğazlayaraq başını yerə vururdu. Ermənilər oğlanı arxadan dartdıqda, o ermənini də boğazlamaqdan əl çəkmədən özü ilə birlikdə yuxarıya doğru qaldırdı. Altda qalan erməni isə bayaqdan dediyi sözlərin hamısını unutmuşdu. Nə türk ölüm deyirdi, nə birləşin deyirdi, nə də türklərə rədd olun deyirdi. Cır səslə bağırırdı. Kobud qalın səsdən əsər əlamət qalmadan bağırırdı. Qurtarın, məni qurtarın, məni bunun əlindən alın. Ay ana, öldüm, ay burnum. Bayaqdan gözə dəyməyən milis işçisi ortaya çıxdı. Qaçaraq bağıran erməniyə tərəf gəldi. Qaçdıqca yekə qarnı da qaçmağına uyğun yırğalanırdı. Ara vermədən fit verirdi. Tənginəfəs halda bağıran erməniyə çatdı. Qeyz ilə dilləndi. Türk itinə bax. Gör uşağı nə hala salıb. Hələ təkdir, yoxsa gör nə edərmiş. Arxadan qaçan milislər də oğlanı tutub özləri ilə dartıb apardılar. Döyülən erməni üçün haradansa təcili yardım maşını peyda oldu. Döyülmüş ermənini təcili yardım maşına mindirdilər. Yanına da bir milis nəfəri mindi. Azərbaycanlı oğlanı isə dübünka vura-vura milis maşınına mindirib apardılar. Erməni yaralısını elə ustalıqla, elə canfəşanlıqla qaldırırdılar ki, kim görsə hər kəsin gözü yaşarardı. Həkimlərdən biri təəccüblə deyirdi: "Gör hansı zamanədə yaşayırıq. Günün günorta zamanı erməni döyürlər." Arıq, uzun qarğa dimdiyi kimi burnu olan erməni də onun sözünə qüvvət verərək: "Hə, düz deyirsən. Yazıq oğlan. Gör nə haldadır. Görən neçə nəfər türk döyüb bunu." Oradan hələ də getməyən milis üzünü döndərib küçədəki erməni gənclərinə: "Eşitdiniz? Tək-tək gəzməyin. Türklər tək gəzən ermənilərə hücum edir." Milis əlini yelləyərək qımışdı. Erməni gəncləri də qımışdı. Digər küçələrdənsə səslər gəlirdi: "Türklərə ölüm! Türklər rədd olun!" Erməni milisi gedən təcili yardımın dalınca baxaraq başını yellədi. Yazıq uşaq, gör nə halda idi. Üzünü 9 erməni gəncinə çevirərək dinləndi. "Gedib hamıya bu hadisəni deyin. Deyin ki, türklər bizi təkləyib döyür. Qoy tək gəzməsinlər." Erməni bunları deyib elə ucadan güldü ki, damda bayaqdan səs-küyə məhəl qoymayan göyərçinlər də havaya qalxdı. Bu hadisənin şahidi olan Mərdan küçəyə çıxıb oğlana kömək etmək istəyirdi. Amma Nazanın olan hadisəni görməsi ilə halının dəyişməsi bir oldu. Mərdan hər şeyi unudub Nazanın hayına qaldı. Cəld çıxıb su gətirdi. Nazanın üzünə su çilədi. Nazan handan han özünə gəldi. Nazan özünə gələndən sonra pəncərədən boylandı. Yerdə tapdanmış çörək, qırılmış və qana bulanmış yumurtalar qalmışdı. Uzaqdansa səslər gəlirdi: "Türklərə ölüm! Türklər rədd olun!" Mərdan əlini divara döyürdü. Hirsindən bütün bədəni əsirdi. Üzünü çöndərib Nazana dedi: "Köpəklərə baxırsan? Gəlib yurdumuza sahib çıxdıqları yetmir. İndi də bizi döyüb söyürlər. Üstəlik bir də həbs edirlər. Hələ bir türklərə rədd ol da deyirlər." Mərdan Solmaz təəccüblə soruşdu: "Hə? Biz indi kimik? Niyə üzümə elə baxırsan? Düz deyirəm də. Biz kimik? Türkük yoxsa Azərbaycanlı?" Mərdan əlini əlinə vuraraq dilləndi: "Nə bilim. Bilirəm ki, kəndimizdə yadımdadır. Biz uşaq olanda 1-2 nəfəri çayxanada türk sözü dediyinə görə tutmuşdular. Mən də anamdan soruşdum ki, türk kimdir? Ağzımın üstünə vurdu. Dedi, bir də o sözləri ağzına alma. Dedim ki, niyə axı? Dedi, bala, qurbansa, demə, yoxsa məni tutarlar. Mən bir də heç yerdə demədim. Heç yerdə də eşitmədim türk sözünü. Ta ki, bu lənətə gəlmiş bu ilə kimi." "Yaxşı, Mərdan, sənə də maraqlı gəlmirmi ki, biz kimik? Türkük isə Azərbaycan hardan çıxdı? Yox, Azərbaycanlıyıqsa türk sözü haradan çıxdı?" "Nazan, bilmirəm. Bircə bilirəm ki, bu erməni itləri bir vaxt burada barmaq sayı idi. İndi bizə ağalıq edirlər. Kökləri kəsilmişlər." Mərdan olan hadisələrin təsiri ilə ilk dəfə idi ki, Sovet ideologiyasına zidd olan milli hisslərə qapılmışdı. "Elə demə. Mərdan, onlar da insandır. Onların da pisləri, yaxşıları var. Onların da məni kimi boylu gəlinləri var. Yəqin onlar da məni kimi yalnız sülh istəyirlər."
Dayaqdan əsəbindən dodaqlarını gəmirən Mərdan qımışaraq dedi. Az canın yanmasın. Lap Lenin babanın kitabındakı kimi dedi. Nədir, düz demirəm? Analar əsla dava istəməz. İstəməz ki, uşaqları yetim qalsın. Nəysə inanmıram. Yadımdan heç çıxmır. Müəllimənin ana kimi sevdiyim o erməni arvadının astadan dediyi söz əsla beynimdən çıxmır. Əksinə, beynimdə elə ucadan səslənir ki, o sözlər. Nə olacaq kökü kəsilsin, türk dıqası. Sən də, yaxşı da. Bunlar hələ gəncdilər, deyə belə edirlər. Yadındadır bizim kənddə hörükçülük edən ermənilər, necə də istiqanlı adamlardı. Hələ o yaşlı Qozbel Vartan əmi yadındadır. Bizim dildə bizə necə də qadanı zalım deyirdi. Yadındadır. Deyirdi ki, qızım olsa sizin kənddən birinə verərdim. Siz çox mehriban insanlarsınız. Bunlar da hələ cavandır. Biz Sovet xalqıyıq. Bunlar tezliklə hər şey başa düşəcək. Hər şey yaxşı olacaq. Baxarsan. Nazan gülümsündü. Sən də qəribə qızsan, Nazan. Bəzən səni heç başa düşmürəm. Biz qoca hadöyük. Bəs biz niyə erməniləri qırın, ermənilərə ölüm demirik? Özü də biz onların torpağına yox, onlar bizim torpağa gəliblər. Həm də biz bilmirik türk kimdir. Onlar hardan bilir? Demək onları öyrədən var da. Nazan bu dəfə çiynini çəkdi. Nə bilim, mənə niyə deyirsən? Çiynini çəkərək incik halda dedi. Küçənin görünən tinindən qoca bir Qozbel axsiya-axsiya gəlirdi. Üzü qırış-qırış idi. Kim belə üzlü birini görsə düşünərdi ki, belə qocalmış insan pislik edə bilməz. Yalnız ölüm haqqında, etmiş olduğu günahlar varsa onu yaxşılıq etməklə yumaq haqqında düşünər. Qoltuğunda plakatlar olan Qozbel erməni gördüyü hər erməniyə plakat verirdi və batmaqda olan səsi ilə bacardığı qədər ucadan bağırırdı. Türklərə ölüm, türklərə ölüm. Mənim ayağımı qıran türklərin əvəzinə türklərin başını əzin. Hər plakat verdiyi erməniyə mütləq axsadığı ayağını göstərib deyirdi. Mənim ayağımı qıran türklərin əvəzinə türklərin başını əzin. Mərdanın əsəbdən bozarmış sifəti qaraldı. Yenicə özünə gəlmiş, Nazana tərəf baxaraq hirsindən dodağı əsə-əsə dinləndi. Nazan, bu da sənin vartanın. Bax, əlini pəncərəyə uzatdı. Gəlib kəndimizdə hörükçülük edən vartandır. Bu da sənin Qozbel vartanın. Kirvə deyən vartandır. Bu da bayaqdan təriflədiyim vartan. Özü də kənddə heç axsayıb eləmirdi. İndi gör necə axsayır artist oğlu. Nazan pəncərədən Qozbelə baxdı. Təəccübdən sifəti dondu. Bunların neçə sifəti varmış? Mən də deyirdim ki, meşə çaqqalsız olmaz. Artıq hava qaralmışdı. Evdə isə çörək yoxdur. Bayaqdan sükuta qərq olmuş otaqda səssizliyi Mərdanın pıçıltıya bənzər səsi pozdu. Gedim çörək alım. Mərdan ayağa qalxdı. Qapının yanına yaxınlaşdı. Asılqan əvəzinə taxtaya vurulan mismardan gödəkçəsini götürdü. Asta-asta gödəkçəni geyinməyə başladı. Əlləri geyinməklə məşğul olsa da, Mərdan tamam başqa şeylər düşünürdü. Ağlı qarma-qarışıq idi. Qəlbində baş qaldırmış nifrət alovu onu incidirdi. Bu nifrətin təsiri ilə hər şeyi vurub dağıtmaq istəyirdi. Həm də eyni vaxtda özünü elə boşluqda hiss edirdi ki, bu boşluğun təsiri ilə heç nə düşünmədən bir küncə qıvrınıb oturmaq istəyirdi. Beyni kəndlərindəki dəyirman daşı kimi tak-tak düşünürdü. Amma nə düşünəcəyinin əvvəli, nə də sonu vardı. Min düşüncə, hamısı biri-birinə qarışmışdı. Ən çox da Qozbel vartanı düşünürdü. Vartanın ikiyüzlülüyü, qadanı zalım deyib üzlərinə gülməsi, digər tərəfdən də yalandan axsayaraq türklərə ölüm deməsi və ölüm saçan plakatlar paylaması Mərdanı yandırıb yaxırdı. Düşünürdü ki, belələrinin qırıb kökünü kəsmək lazımdır. Sonra da deyirdi ki, yox, bu insani düşüncələr deyil. Qəddarlığı qəddarlıqla cavablamaq heyvani hisslərə aiddir. Mərdan olanları düşünürdü, amma bir cavab tapmırdı. Birdən ağlına bir atalar misalı gəldi. Tez bununla təskinlik tapdı. Atalar demişdi ki, səni daşa qonaq edəni sən aşa qonaq et. Hə, atalarımız bir də belə deyib. Qanı qanla yumurlar, su ilə yuyurlar. Mərdan bunu astadan, hətta balaca otaqda Nazanın belə eşitməyəcəyi bir səslə pıçıldadı. Səni daşa qonaq edəni sən aşa qonaq et. Qanı qanla yumurlar, su ilə yuyurlar. Mərdan yenidən düşünməyə başladı. Deyirlər ki, xalqın gözü tərəzidir. Demək atalarımız bu sözləri boşu-boşuna deməyiblər. Ata-babalarımızda insani keyfiyyətlər üstün olduğundan bu sözləri demişlər ki, onlardan törəyənlər də bu sözlərdən dərs götürsün. Həm də Nazan düz deyir. Biz artıq milli,
dar çərçivədə yaşamamalıyıq. Biz artıq Sovet xalqıyıq. Bir Sovet vətəndaşı olaraq gərək heyvani düşüncələrdən uzaq olaq. Biz Sovet vətəndaşıyıq. Biz beynəlmiləl hisslərlə yaşamalıyıq. Biz daş devrində yaşamırıq ki. Elə yenicə bunları düşünərək özünə təsəlli vermişdi ki, beyni yenə qarışdı. Əşi, bu olanları biz etmişik ki, biz heyvani istəklərlə yaşamırıq. Bu qanı biz mi tökürük? Bu qanı biz mi tökürük? Yadımdadır, bu ermənilər bizim köhnə kəndə gələndə kəndimiz əlindən gələni edirdi onlara. Yurtsuzdular, kömək etmək lazımdır deyirdilər. Bəs bunlar indi deyir ki, buralar bizimdir, lap məhtəl qalmışam. Bunu düşünən Mərdan Nazanın səsinə diksindi. Nə olub, nə yaman fikrə getdi? Fikirlər içində daxilən boğulan Mərdan sanki yüngüllük tapdı. Dərindən köksünü ötürdü. Ürəyində hər şey düzələr dedi. Sonra ardınca ürək bulandıran hadisələri unutmaq lazımdır. Hə, mütləq unutmaq lazımdır. Hər şey düzələcək deyə düşündü və başını Nazana tərəf çevirdi və dedi: "Heç, elə belə. Yaxşı, mən getdim çörək alım." "Yaxşı get." Təlaşlı səslə əlavə etdi. "Amma sən canın ehtiyatlı ol. Nəsə olsa ermənicə danış. Onda mən də süfrəni açım, xörəyi qızdırım." Ermənicə danış sözü Mərdanın qanına toxunsa da kimə, niyə etiraz edəcəyini bilmədiyindən ötəri cavab verdi. "Hə, başqa nəsə alınmı?" "Yox, çörək al bəsdir. 10 dəqiqə çörəyi alıb qayıdıram," deyib Mərdan qapını açıb çölə çıxdı.